Yəni əgər hədəfə çatıblarsa, hansı tərəf, yəni Amerika Birləşmiş Ştatları hansı hədəfə çatıb, nə əldə edə bilibdir? Desək ki, misal üçün İranda siyasi, hərbi elitanın, misal üçün deyək də, əsas bir neçə üsünü sıradan çıxartdı, düzdürmü? Amma yerinə təyinat olmadı mı? Oldu, düzdürmü? Yəni İranda sistem dəyişmədi ki, rejim davam elədi. Bu demək ki, bu nəticəni ala bilmədilər. Yaxşı, İran nəticə aldı mı? Amerikanı yaxın şərqdən çıxara bildi mi? Çıxara bilmədi. İran, İsraili sıradan çıxara bildi mi? Çıxara bilmədi. Yəni, burada artıq gözlə görünən bir amil çıxır ortaya. Bu da nədir? Faktiki olaraq heç bir tərəf tam olaraq istəyənə nail olmuyor. Deməli, məqsəd yarımçıq qalıb burada. Hə, bu məqsədi tamamlamaq üçün addımlar atmaq lazımdır və ona görə də hər bir tərəf üçün əslində bu revanş prosesi cəlb edici görsənir. Rasim Bey, burada tabii fikir ayrılığı neden kaynaklanıyor? Aslında ben